24-cü ilin dekabrında mən 25-ci ilin mayında WhatsApp-ın bir çox iPhone-larda işlənməməsi barəsində video paylaşdım. Bu videodan sonra bir çoxları yazdı ki, sən yalan deyirsən. WhatsApp necə işləyib, elə də işləyəcək. Amma indi həmən adamlara demək istəyirəm ki, baxın görün, WhatsApp hansı iPhone-larda işini dayandırıb, yoxsa davam edir işləməyə. Bu smartfon modellərinin sahibləri üçün yeniləmə barədə düşünməyin vaxtıdır. İyunun əvvəlində WhatsApp Messengeri iOS 15.1-dən aşağı olan iPhone-larda işini dayandırdı. Bu iPhone 5s, iPhone 6 və 6 Plus modellərinə aiddir. Bu device istifadəçiləri artıq proqramı işə sala və söhbət edə bilməyəcəklər. Qeyd etmək lazımdır ki, tərtibatçılar əvvəlcə onu mayın 5-də söndürməyi planlaşdırsalar da, onu demək olar ki, bir ay təxirə saldılar. İstifadəçilər yazılarını iCloud-da arxivləşdirməyə, sonra isə daxili ötürmə funksiyasından istifadə edərək onu yeni device'lara bərpa etmək təklif olunur. WhatsApp-ın web versiyası hələ də mövcuddur. Lakin mobil versiyadan olan bir çox xüsusiyyətlərdən məhrumdur. Köhnə qurğular üçün dəstəyin dayandırılması fonunda iPad tam versiyalı WhatsApp əldə etdi. Bu xidmətin mövcud olduğu 15 ildə ilk dəfə baş verir. Nədənsə bəziləri mənim verdiyim infosontları, məlumatları yalan adlandırır. Mənim isə özümə yalançı deyir. Həmən divan ekspertlərinə demək istəyirəm ki, siz öz mülahizələrinizi öz başınızdan çıxardıb deyə bilərsiniz. Biz isə qrafon olaraq heç bir məlumatı araşdırmadan video hazırlamırıq. Siz ağıllı ola bilərsiniz, amma qrafon professionaldır. Yəqin anladınız bununla nə demək istəyirəm.